17-ci yüzilliyin sonlarından başlayaraq İngiltərənin sosial-iqtisadi inkişafının səbəbləri, Stuartlar sülaləsinin devrilməsi və respublikanın elan edilməsi bu 1649-cu ilə aid bir xüsusiyyətdir. Ona görə də bu cavabı götürməyimiz düzgün deyil. Növbəti varianta baxırıq. Fransaya qarşı müharibədə qalib gəlməsi və yeni ərazilər işğal etməsi, xeyr, bu dövr üçün xarakterik deyil. Dünyada ilk dəfə olaraq sənaye çevrilişinin baş verməsi 17 yox, 18-ci əsrin ikinci yarısına aiddir. Bu cavabı da çıxardırıq. Mütləqiyyətin məhdudlaşdırılması və hüquqi dövlətin əsaslarının qoyulması 1688-ci ildən etibarən İngiltərə tarixinə aiddir. Bu da öz növbəsində sosial və iqtisadi inkişafı təmin etmişdir. Düzgün cavabımız budur. Ən böyük müstəmləkəsi olan ABŞ-ın təbii sərvətlərindən istifadə edilməsi bu dövr üçün hələ də ABŞ yoxdur. 1776-da ABŞ ifadəsi hələ yaranacaqdır. Ona görə bu ifadə də yanlışdır.